hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən DİM-in yeni birinci səth test bankından düzxəttli bərabər sürətli və dəyişən sürətli hərəkət mövzusunun ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahını verəcəm. Birinci tapşırıqda deyilir. Sükunət vəziyyətindən 4 cm/saniyə kvadrat təcillə hərəkətə başlayan avtomobilin 5-ci dəqiqənin sonunda sürətini hesablayın. Burada əvvəlcə verilənləri çevirmək lazımdır. Baxaq, bizə verilən təcil A bərabərdir 4 cm/saniyə kvadrat. Bunu metr/saniyə kvadratda çevirsək 0,4 metr/saniyə kvadratı olacaq. Bəs zaman nə qədər verilib? Zaman isə 5 dəqiqə verilib və 5 dəqiqəni də saniyə çevirsək bizə verəcək nə qədər? 300 saniyə. Yəni 30-a vurmaq lazımdır. Bizdən nəyi soruşur? Sonundakı 5 dəqiqənin sonundakı sürət. Biz bilirik ki, əgər cisim sükunət vəziyyətində hərəkət edirsə, yəni başlanğıc sürət nəyə bərabərdir? 0-a bərabər. V0 0-a bərabərdirsə, bizim də son sürətin düsturu V bərabərdir. V0 plus A vurulsun T'dir. Buradan başlanğıc sürəti 0 eləsək, yəni bunu biz 0 qəbul eləsək, onda bizim sürətimizin düsturu V bərabər A vurulsun T olacaq. A'mız nə qədər idi? 4 metr/saniyə kvadrat vurulsun. Bəs T'miz nə qədərdir? 300. Baxırıq, bu 300-ün 100 ilə 300-ün 2 sıfırı ixtisar gedəcək. Bizə sonda nə qalacaq? 4 vurulsun 3, o da bərabər 12 metr/saniyə. Deməli, burada birinci ətraflı yazılı tələb edən tapşırıqların cavabı nə olacaq? 12 metr/saniyə. İkinci tapşırıqda deyilir ki, sürəti Vx bərabər 2t plus 3 tənliyi ilə verilmiş cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafikini qurun. Əvvəlcə bir şey burada diqqətlə baxmaq lazım. Bunu iki üsulla gedək. Birinci üsul nədir? Bilirik ki, sürətin proyeksiyasının düsturu V0x plus AXT'dir. Buradan da Vx bərabər 2t plus 3'dür. Buradan diqqətlə baxsaq, AX-in yerində nə durub? 2 durub, yəni müsbət 2. Onda sürətin proyeksiyasının, təcilin proyeksiyasının zamandan asılılığı qursaq, yəni AX-imiz neçə qaldıq burada? Yəni elə burada yazaq. Deməli, AX-in T'dən asılılığı, təcilimizi neçə tapdıq? Təcilimiz AX bərabər müsbət 2 metr/saniyənin kvadrat. İndi biz buradan zamandan asılılıq qrafikini qursaq, müsbət 2-dən, hərəkət də bərabər yeniləşən hərəkət olduğuna görə müsbət 2-dən sabit olacaq. Bunun digər həll üsulu nədir? Biz bilirik də Vx-in zamana görə birinci tərtib törəməsi, nə dedik? Vx-in zamana görə birinci tərtib törəməsi təcilin proyeksiyasına bərabər. Yəni buradan təcil alsam, AX bərabər, daha doğrusu törəmə alsam, 2t-nin törəməsi, yəni 2t plus 3-ün törəməsini almalıyam. O da bərabər. Baxırıq, 2t-nin törəməsi bizə nə verir? 2 verir. 3-ün törəməsi isə 0 verir. Onda bizə 2 metr/saniyənin kvadratı qalır. Deməli, təcilимizin proyeksiyası nədir? 2 metr/saniyənin kvadrat. Burada da yenə eyni qaydada təcilin proyeksiyasının zamandan asılılıq qrafikini qursaq, AX-in T'dən asılılığı, grafikimiz necə olacaq? Bax, 2-dən başlayaraq sabit olacaq. Deməli, burada biz 2 yazmalıyıq. Baxırıq, həm birinci həll üsulu, həm də ikinci həll üsulu tamamilə doğrudur. Gəldik, üçüncü tapşırıqda deyilir. Yer dəyişməsi Sx bərabər 2t plus t kvadratı tənliyi ilə ifadə olunan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafikini qurun. Biz bilirik ki, Vx, yəni sürətin proyeksiyası bizə verəcək Sx-in zamana görə birinci tərtib törəməsinə. Yaxşı, törəmə alsaq, onda Vx bərabərdir 2t plus t kvadratının nəyinə? Törəməsinə. O da bərabər. 2t-nin törəməsi 2, bəs t kvadratının törəməsi isə 2t verəcək. Yaxşı, buradan biz tənliyi aldıq. Tənliyimiz yekunda nə oldu? Vx bərabər 2 plus 2t formasında olur. Buradan belə nəticəyə gəlmək olar ki, bizim başlanğıc sürətimiz 2, təcilimiz isə müsbət 2-dir. Yəni, həm
başlayan sürət müsbət, həm də nədir? Təcilimiz müsbət. Onda təcil sürətin zamanın asılıq qrafiki hər ikisi müsbət olduğuna görə x istiqamətinə yeyinləşən olacaq. Qrafikimiz Vx-in t-dən asıllığı deməli olacaq. Qrafikimiz bu formada bir qrafik olur və 2-dən başlayaraq nə edir? Sürətimiz artır. Baxırıq, deməli Vx-in t-dən asılı bu formada bir qrafik olacaq. Gəldik növbəti tapşırıq, səhv etmirəmsə 4-cü tapşırıqdır. Nə deyir 4-cü tapşırıqda? Deyir ki, V0x bərabər 4 metr bölü saniyə kvadrat, saniyə başlayan sürətlə düz xətti bərabər təcilli hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Koordinatın ən böyük x maksimal qiymətini hesablayın. Əziz izləyicilər, biz diqqətlə baxsaq görərik ki, bu nöqtə cismin istiqamətin dəyişdiyi nöqtədir. İstiqamətin dəyişdiyi nöqtədə həmişə sürətin proyeksiyası nəyə bərabərdir? 0-a. Cisim 3 saniyə müddətində x istiqamətlə bərabər yavaşlayan hərəkət edir və son sürətdə həmin nöqtədə istiqamətin dəyişdiyi nöqtədə nəyə bərabərdir? 0-a. Son koordinatın düsturunu bilirik. X bərabər x0 plus sx-dir. Bəs burada sx-in hansı düsturundan istifadə eləyə bilərik? Əlbəttə, təcil olmayan düsturun. Təcil olmayan düsturu yeganə düsturu var. V plus V0x bölünsün 2 vurulsun nədir? T'dir. Digər 2 düsturunda bilirik ki, təcil var. Burada da bilirik ki, bu Vx-i 0 eləsək, onda bizə yekunda nə qalır? Sx bərabər Vx vurulsun nədir? T. Daha doğrusu V0 x vurulsun nə? T yaza bilərik. Baxın, V0x vurulsun T. Bölünsün bir də nədir? 2. Gətirib bu aldığımız düsturu burada sx-in yerinə qoysaq, onda bizim yekun düsturumuz necə olacaq? X bərabərdir x0 plus V0xt bölünsün nə? 2. Qrafikdən görünür ki, bizim başlayan sürətimiz hardan başlayır? Daha doğrusu qrafikimiz hardan başlayır? 0-dan. Yəni, başlanğıc koordinat da nəyə bərabərdir? 0-a. Mən bunu da 0-a bərabər eləsəm, onda yekun maksimal koordinatımız olacaq. V0xt bölünsün nə? 2. İndi gətirib yerinə qoysa, bizə nə verəcək yekunda? V0x-imiz neçədir? 4. T'miz neçədir? 3. Bölünsün 2. 4'ü 3'e vursam 12, 2'ye bölsəm 6 metr olacaq. Deməli, cavab nədir bu tapşırığın? Daha doğrusu bu tapşırığın cavabı 6 metr olacaq. Növbəti 5-ci tapşırıqda deyilir ki, təcilin proyeksiyası AX bərabərdir -6 metr bölünsün saniyə kvadratı. Təcili ilə düz xəttdə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. Koordinatın ən böyük x maksimal qiymətini hesablayın. Yenə 2 saniyə müddətində bu cisim necə hərəkət edir? X istiqamətinə bərabər yavaşır. Və bu nöqtədə cisim istiqamətini dəyişdiyinə görə onun son sürətin proyeksiyası nəyə bərabərdir? 0-a. Yenə son koordinatın tənliyini yazmalıyıq. X bərabər x0 plus nə idi? Sx idi. Bax, bu tənlik həmişə bizim əlimizdə olmalı. Yəni, bu tənliyi biliriksə, işimiz 99% həll olmuş olacaq. İndi burada diqqətlə baxsaq, bizə nə verilib? Təcil verilib. Bizə təcil verilibsə, nə etməliyik? Əlbəttə, son koordinat Sx-in təcilindən olan düstur lazımdır. Sx-in təcilindən olan düsturu nə olacaq? Və zamanla əlbəttə olan düsturu V0xt plus nədir? AXT-nin kvadratı bölünsün 2. Biz bilirik ki, istər başlanan sürət 0 olsun, istər son sürət 0 olsun, buranı 0-a apara bilər. Onda Sx bizə nə qədər oldu? AXT-nin kvadrat bölünsün 2. Bu aldığımız ifadəni gətirib burada yerinə qoysaq Sx-in, onda yekunda bizim tənliyimiz belə bir tənlik olacaq. X bərabər x0 plus AXT-nin kvadrat bölünsün 2. Qrafikimiz koordinat başlanğıcından başladığına görə x0'ımız da 0'dır. Burada x0 bərabər 0 desək, onda tənliyimiz necə olacaq? Sadəcə AXT-nin kvadrat bölünsün 2 olacaq. Yerinə qoyaq
əlbəttə burada bir şeyə də diqqət etmək lazımdır ki, burada yavaşlayan hərəkət olduğuna görə bunu biz mənfi yazsaq daha məntiqə uyğun olardı. Baxırıq, mənfi. Niyə mənfi yazırıq? Çünki hərəkət x istiqamətində bərabər yavaşlayan. Bunun da qarşısına elə bir mənfi ataq. Onda burada da yenə eyni qaydada biz mənfi yazsaq daha məntiqli olardı. Baxırıq. Bunu da mənfi eləsək daha qəşəng olur. Əla. Onda bizim son koordinatımız necə olacaq? Son koordinatın düsturunu yazsaq, mənfi axt kvadrat bölünsün nədir? 2 olacaq. O da bərabər, yəni biz nəyi 0 elədik? Başlanğıc koordinatı burada 0-a bərabər elədik. Yaxşı, yerinə qoyub hesablama aparsa, aximiz neçədir? Mənfi 6. T'miz 2'dir, kvadrat neçə eləyəcək? 4 bölünsün 2. Burada da qarşıda da bir mənfi olduğuna görə bunda bir mörtəziyə alsa, mənfi müsbət olacaq. 6'nı 4'ə vursam 24, 2'yə də bölsəm 12 metr. Demək, maksimal koordinatımız neçə metr olacaq? 12 metr olacaq. Cavab nədir? 12 metr. 6-cı tapşırıqda deyilir. Hərəkəti x bərabər 5 plus 3t plus 2t kvadrat tənliyi ilə ifadə olunan cismin təcilinin proyeksiyasının zamandan asılı qrafikini çəkin. Yaxşı, təcilin proyeksiyasını gəlin biz buradan tapaq. Buna görə biz belə də eləyə bilərik. T'nin üstün qarşısına vurub təcilin proyeksiyasını da tapa bilərik. Amma gəlin sadələşdirilmişcədir. Biz bilirik ki, koordinatın zamana görə birinci tərtib törəməsi sürətin proyeksiyasına bərabərdir. Törəm alaq. Vx bərabərdir 5 plus 3t plus 2t'nin nəyi? Kvadratı. Kvadratından törəm alırıq. Baxırıq, törəm aldıq. Bərabərdir. Onda bizə nə verəcək? 5'in törəməsi bilirik ki, nəyə bərabərdir? 0-a. 3t'nin törəməsi 3'ə, 2t kvadratın törəməsi isə 4t'yə bərabərdir. Onda Vx-in tənliyi belə olacaq. 3 plus neçə? 4t olacaq. Biz kənardan yazaq. Deməli, Vx bərabər 3 plus neçə? 4t. Bunu belə də, amma sürətdən də bir dəfə törəm alsaq bizə nə verəcək? Təcil. Elə də gedə bilərik. Amma gəlin tənliyini yazaq. Vx bərabərdir V0 x plus nə idi? Axt idi. Buradan diqqətlə baxsaq, aximiz neçədir? Neçəyə bərabərdir? 4'ə bərabərdir. Onda təcilимizin proyeksiyası buradan yazılır. Ax bərabərdir müsbət 4 metr bölünsün saniyənin kvadratı və sabitdir. Sabitsə, onun proyeksiyasının zamandan asılı qrafikini biz qurmaq istəyiriksə, müsbət 4'dən, yəni axin t'dən asılı qrafiki, müsbət 4'dən nə olacaq? Sabit. Belə bir qrafik olacaq. Baxırıq. Müsbət 4'dən sabit. 7-ci tapşırıqda deyilir. İdmançı 4 saniyə ərzində 10 metr bölünsün saniyə sürətlə, sonraki 6 saniyə ərzində isə 13 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. İdmançının orta sürətini tapın. Verilənləri yazaq. T1 bərabərdir 4 saniyə. Və V1 bərabərdir 10 metr bölünsün saniyə. Demək, T1 neçə saniyədir? 4 saniyə. V1, yəni 4 saniyə müddətində 10 metr bölünsün saniyə sürətlə gedir. T2 bərabərdir 6 saniyə. Görəsən 6 saniyədən sürətlə gedib. Və V2 bərabərdir 13 metr bölünsün saniyə sürətlə gedir. Biz bilirik də, orta sürətim həm T ilə, həm də V ilə olan yeganə düsturu var. V orta bərabərdir. Düsturumuzu necə yazırdıq? V1 T1 plus V2 T2 bölünsün T1 plus T2'dir. Yerinə qoyub hesablama aparsaq, onda orta sürətin ifadəsi, yəni qiyməti V1 T1 neçədir? Biri 4'dür, biri 10'dur. Vursam neçə eləyəcək? 40. Yəni 4 vurulsun 10 plus V2 T2 neçədir? Biri 13'dür, biri 6'dır. Vursaq 6 vurulsun 13. T1 T2 cəmi isə 4 plus neçə olacaq? 6. Baxdıq, bunları yazdıq daha doğrusu. Baxıram, 4'ü 10'a vursam 40 plus 6'nı 13'ə vursam neçə eləyəcək? 78 bölünsün 10'a. Bizə sürət verdi 118 bölünsün 10. O da bərabərdir. Neçə verdi bizə? 11,8 metr bölünsün nə? Saniyə olacaq. Deməli, bizə cavab nə oldu?
11,8 metr bölünsün saniyə. Yəqin ki, bunu biz düzgün hesabladıq. Növbəti tapşırığımızda deyilir ki, avtomobil yolun birinci yarısını, bax burada diqqətli olmaq lazımdır. Uşaqlar adətən zamanla yolu qarışdırılır. Birinci yarısında, bax yolun birinci yarısında 10 metr bölünsün saniyə, ikinci yarısında isə 15 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. Avtomobilin bütün yolda orta sürətini tap. Yolun birinci və ikinci yarısı deyirsə, orta sürətin düsturu 2V1 vurulsun, V2 bölünsün, V1 plus V2'dir. Düsturu bilirik. Gətirib yerinə qoysaq, onda V orta bərabərdir. V1'imiz neçədir? Burada V1'i biz yazsaq, 10 metr bölünsün saniyədir. V2 isə 15 metr bölünsün saniyədir. Yazırıq. 2 vurulsun 10, vurulsun 15. Sonra məxrəcdə də nə olacaq? 10 plus neçə? 15. O da bərabərdir. Sürət nə qədər oldu? 20 vurulsun 15. Məxrəc isə 25 eləyəcək. Yəni, hər tərəfini neçə ixtisar eləyək? 5-ə ixtisar edəsək 3 qalacaq. Məxrəcdə 5 qaldı. Bu 5 ilə də bunu ixtisar etsək, burada da 4 qaldı. Yekununda bizə nə qaldı? 4 vurulsun 3. Bu da bizə verir 12 metr bölünsün saniyə. Deməli, bu tapşırığın cavabı nə olacaq? 12 metr bölünsün saniyə olacaq. Davam eləyək. Növbəti testimiz 9-cu testdir. Yolun birinci 1/3 hissəsini 10 kilometr bölünsün saat sürətlə, ikinci 1/3 hissəsini 60 kilometr bölünsün saat sürətlə və üçüncü 1/3 hissəsini isə 30 kilometr bölünsün saat sürətlə getmişdir. Avtomobilin bütün yolda orta sürətini hesablayın. Əziz izləyicilər, burada bir şey yazaq, daha doğrusu verilənləri yazaq, daha sonra işimiz asanlaşacaq. Baxırıq, əvvəlcə verilənlər, baxırıq. S1 bərabərdir. S1 bərabərdir 3/1S. Ümumi yola S dedim. Və 3/1 hissəsi neçə ilə gedib? V1 bərabərdir 10 kilometr bölünsün, 10 kilometr bölünsün nə? Saat sürəti ilə gedib. Gəldik, S2 bərabərdir 3/1 hissəsini neçə ilə gedib deyir? V2 bərabərdir 60 kilometr bölünsün saat sürətlə gedib. Və üçüncü hissəsini isə, yəni üçüncü 3/1'ini isə neçə ilə gedib yenə? Bunu biraz böyüdək. Deməli, əziz izləyicilər, üçüncü 3/1'ini isə bizə deyir ki, 30 kilometr bölünsün saat sürətlə gedib. S3 bərabərdir 3/1 S isə neçə ilə gedib? V3 bərabər 30 kilometr bölünsün saat sürətlə gedib. Qəşəng. Hər şey var. Buradan bir şeyi diqqətdə saxlamaq lazımdır ki, bizim hər 3 məsafəmiz, yollarımız bir-birinə bərabərdir. Biz bilirik də, yolun 3 bərabər hissəsi üçün, yəni S1 bərabərdir S2, o da bərabərdir S3 hissəsi üçün orta sürətin düsturu V orta bərabərdir 3 V1 vurulsun V2 vurulsun V3, V1 vurulsun V2 plus V2 vurulsun V3 plus V1 vurulsun nədir? V3 düsturundan nə edirik? İstifadə edərək hesablaya bilərik. Gətirib yerinə qoyub hesablanma aparsaq, onda V orta bərabərdir. Yazırıq. 3 vurulsun. V1 nə qədərdir? 10. Yazırıq onda 10. Vurulsun. V2 nə qədərdir? 60. Vurulsun. Bəs V3 nə qədərdir? Bu da 30'dur. Qəşəng. Məxrəcdə V1, V2 nə qədərdir? 10 vurulsun 60. Yazıram. 10 vurulsun 60. Plus. V2, V3 30 vurulsun 60. Plus. Və V1, V3 10 vurulsun neçə? 30. Hər şey var. Məxrəci biz hesablama aparsaq 600 plus neçə? 1800 plus bir də neçə? 300. Yuxarıda isə neçə qalacaq? 600 vurulsun neçə? 90. Demək, yuxarıda isə 600 vurulsun 90 qaldı. Qəşəng, hər şeyi düz yazmışım. Bərabər. Yuxarı nə qədər elədi? Oldu 600 vurulsun 90'ı olduğu kimi yazıram.
90 zaten məxrəcdən ixtisar gedəcək. Məxrəcdə isə 2700 eləyir. Qəşəng. Burada sıfırları gəlin ixtisar edək. Bax, bu sıfır bundan getdi ixtisar. Sonra bu sıfır da bundan ixtisar getdi. 27 ilə 9 getdi. Məxrəcdə neçə qaldı? 3 qaldı. İndi bizə yuxarıda 60 qalacaq. Aşağıda isə 3 qalacaq. 60'ı 3'ə də bölsəm mənə nə verirdi? 20 kilometr bölünsün nə? Saat. Deməli, bizim bu tapşırığın cavabı nə olacaq? 20 kilometr bölünsün saat olacaq. Heç nə, bu tapşırığın da həlli elə bu qədər olur. Deməli, cavabımız nə oldu yekunda? 20 kilometr bölünsün deməli, saat oldu. Bunu da yuxarı köçürdək. Növbəti tapşırığımız 10-cu tapşırıqdır. Deyir ki, iki maddi nöqtənin hərəkət dənliyi x1 bərabər 2t və x2 bərabər 4t kvadratı şəklindədir. Hərəkətə başladıqdan 2 saniyə sonra ikinci nöqtənin birinci nöqtəyə nəzərən sürətinin modulunu tapın. Gəlin, biz bilirik də vx-in nəyə bərabərdir? Daha doğrusu v koordinatın zamana görə nəyinə bərabərdir? Birinci tərtib törəməsinə bərabərdir. Biz bunu bildik. Əslində bunu bu formada da yaza bilərik. Yazaq, heç nə eybi yoxdur. Mən baxıram, buradan törəm alsımında v1 bərabərdir. Nə yaza bilərik? Baxaq. v1 2t-dir. 2t-nin nəyi? Törəməz. Bizə 2t-dən törəm alsım 2 metr bölünsün saniyə olacaq. Bəs v2 bərabərdir. Neçə oldu? 4t kvadratının nəyi? Törəməz. Alsam, mənə nə verəcək? 8t, t'nin də yerinə 2 qoysam, mənə qalacaq 16 metr bölünsün saniyə verəcək. Bəs bizdən nəyi soruşur? Sonra ikinci nöqtənin birinciyə nəzərən. V2 1'i soruşur. Yaxşı, V2 1 eyni istiqamətdə. Bu da müsbətdir. Birinci də müsbətdir. İkinci də müsbətdir. Deməli, bunlar necə hərəkət edir? Eyni istiqamət. Bir-birinə nəzərən sürətin modulunu tapmaq üçün V2-dən mən nəyə çıxmalıyam? V1'i çıxmalıyam. Çıxaq. V2 1 bərabər modulda 16 minus neçə? 2. O da bərabər 16'dan mən 2 çıxsam nə verəcək? Demək, 14 metr bölünsün nə? Saniyə. Elə cavab nə olacaq? Yəni, bu tapşırığın cavabı 14 metr bölünsün saniyə olacaq. Davam eləyək. Növbəti tapşırıq 11-ci tapşırıqdır. X oxuzda hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 6 saniyə müddətində cismin orta sürətini tapın. Orta sürətinin düsturunu biz bilirik. V orta bərabərdir. S ümumi bölünsün nədir? T ümumidir. Amma onu da bilirik ki, sürətin zamanın asılıq qrafikini, grafikin altında yaranan fiqurun sahəsi bizə gedilən ümumi yolu verir. Yəni 6 saniyə ərzində gedilən ümumi yolu verir. Bu sahəni mən hesablasam, nədir? Trapesiyadır. Yəni hesablayın. Onda S ümumi bərabərdir. Trapesiyanın yuxarı oturacağı neçədir? 2-dən neçə? 5'ə, yəni 3 eləyəcək. Plus, o aşağı oturacağı neçədir? 0-dan 6'ya. 6. Bölünsün 2, vurulsun. Bəs hündürlüyü neçədir? 20'dir. Vurulsun 20. Bu 20'nin ikisi ilə bu 2 ixtisar getdi. Bizə ümumilikdə neçə metr qaldı? 90 metr. Yaxşı, məsafəni tapdım. Gətirib yerinə qoysam, 90, o məsafəni də gətirib bura ümumilikdə köçürdək. Deməli, S-i neçə tapdıq? Elə burada dursun əslində. Burada B formada dursun. Aha, 90 bölünsün. Ümumi zaman neçə saniyədir? 6 saniyədir. 90'ı 6'ya bölsəm, mənə nə qalacaq? 96'ya bölsəm, 15 metr bölünsün saniyə olacaq. Deməli, bu tapşırığın cavabı 15 metr bölünsün saniyədir. 12-ci tapşırıqda deyilir, cismin hərəkət tənliyi x bərabərdir t kvadrat minus 6t plus 12 şəklindədir. Cismin dayandığı andakı koordinatını hesablayın. Biz bilirik ki, bu sözü gördüksə, ilk işimiz, bax, bu sözü gördüksə, ilk işimiz nə olmalıdır? Əlbəttə, son sürətin nə olmasıdır? 0'a bərabər olmasıdır. Baxırıq, 0'a bərabər. Bəs koordinatdan
sürətə keçmək üçün nə etmək lazımdır? Əlbəttə törəm almaq lazım. Vx bərabərdir. Biz bilirik ki, x-in zamana görə birinci tərtib törəməsinə bərabərdir. Yaxşı, törəm alsaq, necə yaza bilərik? Bərabərdir. Birbaşa törəm alaq gedək. Törəm alırıq. Deməli, t kvadratı minus 6t plus 12-dən mən törəm aldım. Onda törəm alsaq, 6t-nin t kvadratın törəməsi 2t, 6t-nin törəməsi 6, 12-nin törəməsi isə bizə nə verir? 0. Onda bizə yekunda nə qalacaq? 2t minus 6 qalacaq. Sürətin proyeksiyasının yekun tənliyini aldım. Vx bərabərdir 2t minus 6. Biraz öncə nə dedim? Bizim nəyimiz? Sürətimiz nə olmalıdır? 0. Bunun yerinə 0 qoyub t-ni biz nə etməliyik? Tapmalıyıq. Tapaq. Onda 2t minus 6 bərabər 0 və buradan t bərabərdir 3 saniyə tapdım. Yəni 3 saniyədən sonra bu cisim nə edəcək? Dayanacaq. Dayanmasına sərf olunan zamanı neçə tapdı? 3 saniyə tapdı. Onu tapandan sonra işimiz çox asanlaşdı. İndi mənə dayandığı yerin koordinatını soruşur. Gətirim, indi bu tənlikdə biz yerinə qoyub nə etmək lazım? X-i tapmalıyıq. Tənlik yazırıq. X bərabər t kvadratı minus 6t plus 12 deyilmi? Yerinə qoyub hesablama aparsaq, onda yekunda x bərabər t kvadratı 3t kvadrat 9 plus, daha doğrusu minus 6 vurulsun t'miz 3'tür. Plus neçə? 12. Yəni 21 minus 18, o da bərabər 3 metr. Yəni dayandığı yerin koordinatı neçə olacaq? Əlbəttə 3 metr. Cavab nədir? Yəni bu tapşırığın cavabı 3 metr olacaq. Növbət testimiz 13, yəni növbət tapşırığımız 13 olacaq. Cismin hərəkət tənliyi x bərabərdir mənfi 10 plus 8t minus t kvadratı şəklindədir. Cismin dayandığı andakı koordinatını hesablayın. Yenə eyni işlər aparacağıq. Baxırıq, dayandığı andakı koordinat deyirsə, ilk öncə burada önəmli olan sözü dayandığı andakı deyir. Onda bizim sürətimiz nə olacaq? Vx bərabərdir 0, proyeksiya. Və sürət, koordinatdan sürətə gəlmək üçün nə etmək lazımdır? Vx bərabərdir x-in zamana görə nədir? Birinci tərtib törəməsidir. Yaxşı, onda mənfi 10 plus 8t minus t kvadratında nə almalıyam? Törəmalıyam. Onda yekunda baxırıq. Bizim mənfi 10-un törəməsi 0, 8t-nin törəməsi 8, t kvadratın törəməsi isə 2t olacaq. Törəmə alsaq yekunda bizə 8 minus 2t olacaq. Yekun tənliyi buradan yazsaq, Vx bərabərdir 8 minus 2t formasında olacaq. Yaxşı, dayandığı andakı deyirsə, son sürət nədir? 0-dır. Ondan biz nə yaza bilərik? 8 minus 2t bərabərdir 0-a. Onda buradan da t bərabərdir. Neçə saniyə aldıq? 4 saniyə aldıq. Zamanımız dayandığı andakı zaman neçə saniyədir? 4 saniyə. Bizdən zamanı soruşmur. Bizdən soruşur koordinat. Tənliyi yerinə qoyub yazsaq, x bərabər mənfi 10 plus 8t minus t kvadratında yerinə qoyacaq. Mənfi 10 plus 8 vurulsun 4 minus t'miz 4 kvadratı 16. Yəni 32 minus 26. O da x bərabər 32-dən 26 çıxsam 6 metr qalacaq. Yəni dayandığı yerin koordinatı neçə metr olacaq? 6 metr. Cavab nədir? 6 olacaq. Növbət test 14-cü testdir. Cismin sürətinin proyeksiyasının zamandan asılıq qrafiki verilmişdir. Bu cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılıq grafikini çək. Biz qrafika baxan kimi görürük ki, cisim x oxun əks istiqamətində bərabər yeyinləşən hərəkət edir. X oxun əks istiqamətində bərabər yeyinləşən hərəkətin qrafikini biz burada qurmağa çalışsaq, Sx-in nədən asıllığı? Zamanla asıllığını qurmağa çalışsa, belə bir qrafik veriləcək əlbəttə. T'dən asıllığı. Grafikimiz, baxın, bu formada bir qrafik. Yəni, x oxunun əksinə yeyinləşən hərəkətin qrafiki belə olur. Doğru cavab nədir? Bu formada bir qrafik olacaq. Bizdən də zaten qrafik soruşduğuna görə cavabımız elə bu formada qalacaq. Yəni, üstünlük üçün hərəkət də yaza bilərik. Məsələn, üstünlük üçün deyə bilərik ki,
Qrafik əsasən biz görürük ki, cisim x oxunun əks istiqamətində bərabər yeyinləşən hərəkət edir. X oxunun əks istiqamətində bərabər yeyinləşən hərəkətdə də qrafikimiz bu formada olacaq. Yəni parabolanın budağı aşağı doğru, olacaq və mənfi olacaq. Yəni mənfi qütbdə olacaq. 15. X oxu üzrə hərəkət edən cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. V0 sıfırdır. 4-cü saniyenin sonunda cismin sürətini tapın. Qəşəng testdir. Baxaq. Görəsən 4-cü saniyenin sonunda cismin sürəti nə qədərdir? Biz əvvəlcə buradan təcili tapa bilərik. Təcil tapsaq nəsə verərmi? Aslında təcillə də ehtiyac yoxdur. Çünki başlanğıc sürət nəyə bərabərdir? Sıfıra. Başlanğıc koordinat da sıfıra bərabərdir. Çünki qrafik koordinat başlanğıcdan başlayır. Koordinatın tənliyini biz bilirik. X bərabər x0 plus nə idi? Sx idi. Bunun elə bir düsturu lazımdır ki, həmin düsturda V0 olsun, bir də nə olsun? V olsun. Bax, V olsun, ikisi olsun. Onda yeganə düsturu Sx bərabər necə idi? V plus V0 bölünsün nə? 2 vurulsun T idi. Buradan da başlanğıc sürəti 0 eləsək, onda S-in düsturu sadəcə və sadəcə V vurulsun T bölünsün 2 qalacaq. Gətirib burada yerinə qoysa, X bərabər X0 plus V vurulsun T bölünsün 2 olacaq. Buradan da X0'ı 0 eləsək, bizə yekununda X bərabərdir. V vurulsun T bölünsün 2 qalacaq. Buradan da V-ni tapsa, 2X bölünsün nədir? T olacaq. Əla. V bərabərdir. 2 vurulsun. 4-cü saniyenin sonunda koordinatım neçədir? 64. 64 bölünsün. T'm neçədir? 4'dür. Buradan bunlar ixtisar getdi. Bizə neçə qaldı? 32 metr bölünsün saniyə. Deməli, 4-cü saniyenin sonunda sürətim 32 metr bölünsün saniyə olacaq. 16. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hərəkətin ilk 9 saniyədə cismin Sx yer dəyişməsinin proyeksiyasının modulunu hesablayın. Burada bir balaca deyəsən yanlışlıq var. Bunu biz sistem tənliklə də həll edə bilərik. Gəlin elə sistem tənliklə həll edək. Yaxşı, bizim düsturumuz S-in düsturunu buradan yazsaq, S bərabərdir V0T plus nə idi? AT kvadrat bölünsün 2 idi. Bu tənliklə elə gedə bilərik. Birinci üçün, bax, zamanı 1 saniyə götürək. Bax, 1 saniyə. S-i neçə götürək? 2. Onda nə olacaq? 2 bərabərdir. V0 vurulsun 1 plus A'mız neçədir? A'mız deməli bilmirik. A vurulsun. T nə qədərdir? Əslində burada A'nı hesablaya bilərikmi? Yox, hesablaya bilmərik. Qalsın burada. T'miz 1'dir, kvadrat ilə 1 olacaq, bölünsün 2. Yəni 0,5A plus V0 bərabərdir. Neçə verəcək bizə? 2 verəcək. Qalsın burada. Bu bizim birinci üçün yazdığımız. Qalsın burada. Gəldi ikinci üçün yazırıq. İkinci üçün də eyni şeyləri yazsa, artıq da S-i 6 götürəcək. 6 bərabərdir. V0 vurulsun. T-sini neçə götürəcək? 2. 2 plus A vurulsun. T2'dir. Kvadrat 4 bölünsün 2. Burada bununla bu ixtisar getdi. Bizə nə qaldı? Yekunda 2A elə deyil. Plus 2V0 bərabərdir neçə? 6'ya. Bu da belə bir sistem tənliyi alındı. Gəlin, hər tərəfini bunun vuraq neçəyə? Mənfi 4'ə. Aha, mənfi 4'ə vursa, bizə qalacaq. Deməli, mənfi 2A, yəni birincinin hər tərəfini mənfi 4'ə vurduq. Mənfi 2A plus, artıqdan minus olacaq. 4V0 bərabərdir mənfi 8. Elə deyilmi? Aşağıda isə qalacaq 2A plus 2V0 bərabər nəyə? 6'ya.
Burada bunlar ixtisar getdi. Bizə qaldı. -2V0 tərəf-tərəfə neylədik? Topladıq. Toplasaq 2V0 mənfi, daha doğrusu bərabər -2'ye. Onda V0 nəyə bərabər olacaq? 1 metr bölünsün saniyə bərabər olacaq. Deməli, cismin başlanan sürəti neçə oldu? 1 metr bölünsün saniyə. Bu tapşırığın cavabı 1 metr bölünsün saniyə olacaq. Növbəti tapşırığımız 25-ci tapşırıqdır. Sünnət vəziyyətindən x oxu boyunca hərəkətə başlayan cismin təcilinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Bu cismin sürətin proyeksiyasının zamandan asılı qrafikini çəkin və bu qrafikdən istifadə edərək 4 saniyə zaman müddətində yer dəyişməsini hesablayın. Gəlin hesablayaq. Baxaq. Deməli, bu nöqtədə biz sürətin nəyini tapmalıyıq? Proyeksiyasını. Bu nöqtədə sürətin proyeksiyasını tapmaq üçün Vx bərabərdir. Başlanğıc 0 olduğuna görə elə Ax vurulsun T olacaq. Bərabər. Baxıram, Ax-imiz neçədir? 2. T-miz neçədir? 4-dür. Neçə eləyəcək? 8. Bax, bunu tapdım. Onu tapandan sonra işimizin demək olar çox hissəsini görmüş oluruq. İndi proyeksiyasının zamandan asılı qrafikini biz burada qurmağa çalışaq. Birinci hissədə sükunət vəziyyətindən bilir ki, cisim ancaq yeyinləşən hərəkət edir. X təcilimiz də müsbət olduğuna görə x ox istiqamətində nədir? Sükunət vəziyyətindən yeyinləşən. Və x-in nədən asılıdır? T-dən asılıdır. Qrafikimiz deməli 4 saniyə müddətində bu formada bir qrafik olacaq. Baxırıq bu formada. Və zaman neçə saniyə müddətində dedik? 4 saniyə müddətində. Və buradakı sürət də biraz öncə zaten tapdıq 8-dir. Qalan 8 saniyə müddətində isə təcilimiz mənfi olduğuna görə x oxunun istiqamətində bərabər yavaşlayan hərəkət edəcək. Qrafikimiz isə bu formada bir qrafik olacaq. Yəni digər hissəsi bu formada. Burada 8 yazır. Bizdən nəyi soruşur? Zaman müddətinin yer dəyişməsini hesablayın deyir. Gəlin hesablayaq. Hesablasaq, burada diqqətlə baxsaq görəsən nə verəcək? Tapaq. Baxırıq. Biz bilirik ki, qrafikin altında yaranan fiqurun sahəsi bizə nə verir? Yer dəyişmə verir. Yəni, bu fiqurun sahəsini bizə deyir ki, hesabla. Hesablayaq. Həmin fiqurun sahəsi S bərabərdir. Nə yaza bilərik? 2-də 1 vurulsun. Aşağısı neçədir? 8 vurulsun. Yuxarısı da əlbəttə bizə neçə verir? 8. Bizə 4 saniyə müddətində deyir. Üzr istəyirəm. 8 saniyə müddətini desəydik, yəni hesablayaq. Sonra 4 saniyə müddətini hesablayaq. 64 bölünsün 2. O da bərabər neçə olacaq? 32 metr. Əgər 4 saniyə müddətini desəydik. Amma bizə 4 saniyə müddətini, daha doğrusu 8 saniyə müddətini desəydik 32 idi. Amma 4 saniyə müddətində dediyinə görə bunu biz burada balacalaşdıraq, qalsın burada. Gəlin elə 4 saniyə müddətində yer dəyişməsini hesablayaq. Onda biz qrafikin hansı hissəsini götürməliyik? Baxın, bunu kənara ataq. Qrafikin ancaq 4 saniyəlik olan hissəsini götürməliyik. Yəni bu hissəsini. Bu hissəni götürdük. Onda biz o hissənin sahəsini hesablasaq, onda nə olacaq? S bərabər 2-də 1 vurulsun 4 vurulsun neçə? 8. Yəni bu fiqurun sahəsini, buradakı üçbucağın nəyini? Sahəsini hesablamış olacaq. O da bərabərdir 32 bölünsün 2. Bizə neçə verdi? 16 metr. Demək cavab nə oldu? 16 metr. Gəldik 26. Cismin 0T1 müddətində x ox istiqamətinə bərabər sürətli, T1 T2 müddətində x ox istiqamətinə bərabər yavaşlayan, T2 T3 müddətində x oxunun əksi istiqamətində modulca eyni təcillə bərabər yeyinləşən hərəkət edir. Bu cismin sürətin proyeksiyasının zamandan asılı qrafikini qurun. Gəlin quraq, çox sadə və çox maraqlı bir test tapşırığıdır. Daha doğrusu ətraflı yazı tapşırığıdır. Baxaq. Vx-in biz T-dən asılı qrafikini qurmaq istəyirik. Bizdən birinci hissədə nə deyir? Birinci hissədə deyir ki, x ox istiqamətinə bərabər sürətlə. 0 T1 aralığında x ox istiqamətində bərabər sürət. Bax, bura T1 deyir. Sonra necə hərəkət edir deyir? T1 T2 aralığında x ox istiqamətinə bərabər yavaş. Bura x ox istiqamətinə bərabər yavaş. Bura T2 deyir. Sonra eyni təcillə x oxun əksi istiqamətində
eyni modulca, eyni təcrüdə bərabər yeyinləşir. Demək, qrafikimiz x oxunun əksinə necə hərəkət oldu? Bərabər yeyinləşir. Burada da qrafikimiz bu formada bir, burada T3 deyək. Heç nə, burada qrafikimiz formada qrafik olacaq. Bizdən də onu soruşur. Düzdür, burada biraz əyilmə oldu, amma normalda bura nədir? Belə düz olmalıydı. Yaxşı, ya da bunu gəlin düzəldək. Burada bir balaca səhvə yol verməyək. Yəni, qrafika ümumi göstərək. Demək, qrafikimiz necə olacaq? Buradan bura bu formada bir qrafik olacaq. Eyni təcillə dediyinə görə qrafikin forması belə olacaq. Belə. Davam eləyək. Növbəti tapşırıq səfərimizsə 27-ci tapşırıqdır. 2 metr bölünsün saniyə başlayan sürətlə düz xəttə bərabər yeyinləşən hərəkət edən cisim sürətini 6 metr bölünsün saniyəyə qədər artırdıqda 8 metr yer dəyişmə icra etdi. Bu cisim sürətini həmin başlayan sürətdən 10 metr bölünsün saniyəyə qədər artdığı zaman müddətində yer dəyişməsini hesablayın. Gəlin biz əvvəlcə təcilini hesablayaq. 2 metr bölünsün saniyədən 6 metr bölünsün saniyə müddətində. Təcilini hesablayaq. Görəsən nə qədər olacaq? Biz hesablasaq, hansı düsturdan istifadə edə bilərik? S bərabərdir V kvadratı minus V0-ın kvadrat bölünsün 2A düsturunu. Buradan da A-nı tapsaq, V kvadratı minus V0-ın kvadrat bölünsün 2S olacaq. Yaxşı, yerinə qoyaq. V-miz neçədir? 6. V0-ımız neçədir? 2-dir. 36 minus 4 bölünsün 2 vurulsun. S-imiz neçədir? 8-dir. 36-dan 4 çıxsam 32, 2-ni 8-ə vursam 16 eləyəcək. Və nisbətdə 2 metr bölünsün saniyənin kvadrat. Təcili tapdıq. Mənə deyir ki, bu cisim sürətini həmin başlayan sürətdən 10 metr bölünsün saniyə qədər artdığını. Gəlin biz o zamanı tapaq. Görəsən nə qədərdir zaman. Bizim düsturumuzu bilirik. V bərabərdir. V0 plus AT-dir. Təcil eyni təcildir. Biz T-ni tapmalıyıq biz. Necə olacaq buradan T-ni tapsaq? Onda V-miz neçədir? Son sürət 10-dur. Bərabər. Başlayan sürət zaten bilirəm 2-dir. Plus A-mız neçədir? 2-dir. Vurulsun T-ni. Buradan T-ni tapsam 2T bərabərdir 8-ə. T də bərabərdir 4 saniyə. Baxırıq, bax 4 saniyəni tapdım. Məndən soruşur ki, bu 4 saniyə müddətində cisim nə qədər yol gedir? Heç nə. Artıq da S hesablamaq çox asan olacaq. Yəni buradan S hesablayaq. S bərabərdir V0T plus AT kvadrat bölünsün 2. Yerinə qoyaq. S bərabər V0-ımız nə qədərdir? 2-dir. Vurulsun T'si neçədir? 4-dür. Plus A-mız 2-dir. T'miz neçə? 4 kvadrat 16 bölünsün 2. Bu 2 ilə bu 2 getdi. Bizə nə qaldı? 8 plus 16. O da bərabər 24 metr. Deməli, nə qədər yol gedəcək? 24 metr yol gedəcək. Deməli, burada cavabımız, yəni bu ətraflı tapşırığın cavabı 24 metr olacaq. Növbəti tapşırığımız səfərimizsə 28-cidir. Gəlin biz bunu biraz yuxarı sürüşdürək. 28-ci tapşırığı görmək üçün. 28-ci tapşırıqda deyil. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılılıq tənliyi Vx bərabərdir 6 minus 2t şəklindədir. Müşahidəyə başlanan andan keçən 5 saniyə müddətində bu cisim nə qədər yol gedər? Baxaq. Biz burada bir şeyə diqqət eləmək lazımdır. Görəsən. Bizim dayandığı andakı zaman neçə saniyədir? Biz onu mütləq tapmaq lazımdır. Onu tapmasa bu testi həll eləməyimiz qeyri-mümkündür. Baxaq. Bizim dayandığı andakı Vx-imiz nəyə bərabər? 0. Buradakı Vx-imizin yerinə 0 qoyub T-ni tapırıq. Baxırıq. Onda 6 minus 2T bərabər neçə? Əlbəttə olacaq 0-a. Onda 2T bərabərdir 6-ya. T də bərabər neçə oldu? 3 saniyə. Bax,
3 saniyədən sonra bu avtomobil və yaxud da bu cisim dayanacaq. Geri neçə saniyə qaldı? Geri əlbəttə 2 saniyə qalacaq. İndi onun proyeksiyasının zamandan asılılıq qrafikini biz burada quraq, sonra işimiz daha asan olsun. Bax, proyeksiyasının zamandan asılılıq qrafikini qursaq, deməli, yəni sürətin proyeksiyasının zamandan asılılıq qrafikini burada qurmağa çalışsa, qrafikimiz deməli görəsən necə qrafik olacaq? Baxırıq. Vx-in nədən asılılığı olacaq? T-dən asılılığı olacaq. O qrafiki biz qursaq, baxaq, bərabər yavaşdan hərəkət edir. 3 saniyə müddətində necə hərəkət elədi? Bərabər yavaşdan. Aha, bax burada. 3 saniyə müddətində bərabər yavaşdan. Daha sonra geri neçə saniyə qaldı? 2 saniyə. Görürsən, o necə hərəkət edəcək? Əlbəttə, x oxunun əksinə bərabər y ilə hərəkət, istiqamətini dəyişəcək. Yəni, 3-ün üstünə 2 gəlsəm, neçə edəcək? 5. Okay. İndi biz nə etməliyik? Əlbəttə, buradakı sürəti mən bilirəm 6-dır. 5-ci saniyənin sonundakı sürətdə tapa bilərəm. Vx bərabərdir 6 minus 2t-dən, t-nin yerinə neçə qoyacam? 5. Vx bərabər 6 minus t-nin yerinə 5 qoysam, 2 vurulsun 5. Bizə neçə verəcək? Mənfi 4. Metr bölünsün nədir? Saniyə olacaq. Burada neçə oldu? Mənfi 4 oldu. Tapdıq. Gəldik, buranın bizə sahəsi lazım. Bax, bir buranın sahəsini tapacaq. Bir də bu hissənin sahəsini tapacaq. Yuxarı hissəsinin sahəsini tapmaq istəsək, bura S1 deyək. 2-də 1 vurulsun 3, vurulsun 6 olacaq. 18 2-yə bölsəm 9 metr olacaq. Gəldik, bu hissəsinin sahəsini tapsaq, burada S2 desək, 2-də 1 vurulsun 3, 3 yoxsa 2. Bax, 2 vurulsun, bizdən nəyi soruşur? Cismin nə qədər yol gedər? Yol deyirsə, təbii ki, müsbət qəbul edir. Vurulsun nədir? 4 yazar. Bunlar da ixtisar getdi. Bizə neçə qaldı? 4 metr. Elə deyil. İndi ümumi getdiyi yolu hesablamaqdan ötürü, əlbəttə hansı düsturdan istifadə edəcək? S bərabər S1 plus nə? S2 düstur. S bərabər S1-imiz neçədir? 9. S2-miz isə 4-dür. Cəmləsəm neçə metr oldu? 3 metr. Demək, bu tapşırığın da cavabı neçə metr olacaq? Əlbəttə 3 metr olacaq. Davam eləyək. Növbət tapşırığımız səfərimizə 29-cu tapşırıqdır. Bu 28-ci tapşırığın həlli idi. Gələk 29-cu tapşırığa. Deyir, cisim 5 saniyə müddətinə bərabər sürətlə A bərabər mənfi 2 mənfi 5 nöqtəsindən B bərabər 6 və 1 nöqtəsinə hərəkət etdi. Koordinatlar metr ilə ifadə olunub, onun sürətinin modulunu hesablayın. Çox asan bir testdir. Gəlin, biz bilirik ki, A nöqtəsi başlanğıc nöqtə olduğuna görə, onda A nöqtəsinin koordinatları x0, y0 deyə bilərik. Və A nöqtəsi də özü neçədir? Mənfi 2 və mənfi 5-dir. Mənfi 2 və mənfi 5-dir. Onda x0-a mənfi 2, y0-a neçə deyə bilərik? Mənfi 5 yazırım. x0 bərabərdir mənfi 2 metr. Y0 isə neçə deyə bilərik? Mənfi 5 metr. Eyni məntiqi kim üçün yazaq? B nöqtəsi üçün yazaq. Onda B nöqtəsində nə olacaq? B nöqtəsində x, y son nöqtə olduğuna görə, onda B nöqtəsində koordinatları 6 və 1-dir. Onda buradan yazsaq, x bərabərdir 6-ya metr və y bərabərdir 1 metr olacaq. Onda biz Vx-i də hesablaya bilərik, Vy-i də. Vx-i hesablasaq, x minus x0 bölünsün t olacaq. X-i neçədir? 6. Minus x0-ı neçədir? Mənfi 2. T'si də neçədir? Bizdən neçə saniyədir? 5 saniyədir. Bərabərdir. Neçə elədi? 8 bölünsün 5. O da nə verdi? 1,6 metr bölünsün saniyə olacaq. Gəldik indi Vy-i hesablamağa. Y minus y0 bölünsün t'dir.
Hesablayaq. Y neçədir? 1 minus. Y0 isə mənfi 5-dir. Bölünsün T'miz isə 5-dir. Bərabərdir. 5-də 6 olacaq. 5-də 6-da 1,2 metr bölünsün saniyəni verəcək. Sürətin modulunda düsturunu biz bilirik. Necə idi? Kök altda Vx'in kvadrat plus Vy-in kvadratdır. Yerinə qoyub hesablama aparsa, Vx'imiz 1,6-dır. Kvadratı bizə verəcək. 2,56 plus Vy-imiz 1,2-dir. Kvadratı verəcək 1,44. Aha. O da bərabərdir. 2,56'nın üzərinə 1,44 gəlsək, bizə kökdə 4 verəcək. Ondan da kök nə çıxır? 2. Metr bölünsün saniyə. Deməli, cavabımız nə olacaq? Bu tapşırığın cavabı 2 metr bölünsün saniyə olacaq. Bu da bizim 29-cu tapşırığımız. Gəldik 30-cu tapşırığa. Cismin hərəkət tənliyi x bərabərdir 20 plus 6 t minus t kvadratı şəklində. Müşahidə başlanan andan keçən 5 saniyə müddətində cisim necə hərəkət edir? Baxaq görəsən necə hərəkət edəcək və cavabımızı əsaslandıraraq yazmalı. Yenə x-dən mütləq koordinat sürətə keçmək lazımdır. Sürətə keçsək hərəkəti yaxşı görmüş olarıq. Onda mən Vx-i bilirəm ki, x-in zamana görə birinci tərtib törəməzdir. Bunu bilirik. Yaxşı, onda sürətə keçsək bizə nə verəcək? Vx bərabərdir 20 plus 6t minus t kvadratının törəməsi. Onda Vx yekunda bizə nə verdi? Vx bərabərdir 6. 20'nin törəməsi zaten 0'dır. Minus 2t verəcək. İndi bu istiqamətin dəyişib dəyişmədiyini tapmaq üçün bunun yerinə nə etmək lazımdır? 0 qoymaq lazımdır. Onda 0 qoyub t'ni tapsam 2t bərabərdir 6'ya. Onda t bərabər neçə olacaq? 3 saniyə. 3 saniyədən sonra istiqamətini dəyişəcək. Yəni son sürəti 0 olur. Bizə isə verilən zaman neçə saniyədir? 5 saniyə. Deməli, bu cisim istiqamətini dəyişmədikdən daha 2 saniyə sonra da hərəkət edir. Yəni, daha 2 saniyədə hərəkət edir. Onda biz Vx-in T'dən asılı qrafikini qurmağa çalışsa, əvvəlcə x-ox istiqamətində bərabər yavaşlandı. Qrafikimiz belə olacaq. Neçə saniyə müddətində? 3 saniyə. Sonra isə x-oxun əksinə bərabər yeyinləşəndi. Bax, 3-cü saniyənin sonunda bu cisim istiqamətini dəyişdi. Burada nədir? 5-ci saniyədir. Yaxşı, başlanğıc sürətimiz 6-dır. Son sürətdə biz tapsaq, təbii ki 5 saniyə sonraki sürət tapsaq, yenə 5 qoysaq, bizə mənfi 4 verəcək. Deməli, mənfi 4. İndi bu hərəkəti yazsaq, onda necə yaza bilərik? Cisim ümumi 5 saniyənin ilk 3 saniyəsində x oxu istiqamətinə bərabər, düz xəttli bərabər yavaşlayan hərəkət edib, daha 2 saniyə isə x oxun əksi istiqamətində bərabər yeyinləşən hərəkət etmişdir. Yəni, bu formada biz yazmalıyıq. Yəni, qısa şəkildə desək, burada T1 deyə bilərik, burada T2 də deyə bilərik. 0 T1 aralığında x oxun istiqamətlə bərabər yavaşlayan, T1, T2 aralığında isə x oxunun əksi istiqamətinə bərabər yeyinləşən hərəkət etmiş oldu. Yəni, bu formada biz bu ətraflığını yaza bilərik. Gəlik 31-ci tapşırığa. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Hansı zaman aralığında bu cismin hərəkət istiqaməti və təcinin proyeksiyasının işarəsi dəyişmişdir? Baxaq. Cismin Vx-in T'dən asılı qrafikində hərəkət istiqamətinin dəyişməsi üçün, yəni sürətinin istiqamətinin dəyişməsi üçün V-nin T'dən asılı qrafikin T oxunun kəsdiyi nöqtələrə baxmaq lazımdır. Hansı nöqtələrdə kəsib? T2 və də T4 nöqtələrində. Deməli, hərəkət istiqamətini, bax yazıram. Hərəkət istiqamətini. Hansı aralıqda dəyişdi? Daha doğrusu hansı nöqtələrdə dəyişdi? T2 nöqtəsində, bir də T4 nöqtəsində dəyişdi. Bunu tapdıq.
Bəs təcilinin istiqamət yazıram. Təcilinin istiqaməti. Təcilinin istiqaməti isə deməli harda dəyişəcək? Baxaq. Birinci hissədə cisim x oxunun əks istiqamətinə yeyinləşən hərəkət edir. Baxırıq, təcilin proyeksiyası nədir? Sıfırdan kiçikdir. Bu hissədə isə, yəni bu xətt boyunca isə təcilin proyeksiyası sıfırdan böyükdür. Buradan baxa bilərik. Gəldik, bu hissədə isə təcilin proyeksiyası yenə sıfırdan nə oldu? Kiçik oldu. X sıfırdan kiçikdir. Onda fikir verin, təpə nöqtələr. Bax, burada dəyişdi, bir də burada dəyişdi. Elə deyilmi? Onda biz nə deyəcəyik? Təcilin istiqamətinin dəyişdiyi nöqtələri isə hansı nöqtələr olurdu? T1, bir də nədir? T3 nöqtələri. Bax, bu formada biz bunu da həll eləyə bilərik. Yəni, ətraflı yazılı tapşırığı bu formada yaza bilərik. Deyəsən, bu sonuncu tapşırığı oldu. Növbəti video izahımız çeviri üzrə bərabər sürətlə hərəkət bölməsinin ətraflı yazı tələb edən tapşırıqlarının izahı olacaq. Həmin izahda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.